Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. İndi isə gəlin anonslarla tanış olaq. Erkən kəsimə son layihəsi davam edir. İdman qidaları və bioloji aktiv qida məhsulları ilə bağlı agentlik xəbərdarlıq edib. Qəhvəyə mərmər bağacığı ilə mübarizə tədbirləri davam edir. Gəlin əvvəlcə ötən həftə qida sahəsinə baş verən xəbərlərlə tanış olaq. Mən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu quzuların kəsilməməsindən bağlı olan çağırışına qoşuluram və bütün həmkarlarımı da bu çağırışın arxasınca getməyə dəvət edirəm. Azərbaycanda isə qədimdən bəri biz indi 7-ci əsrdən bəri müsəlmanlıq, İslamda bilirsiniz ki, Qurban Bayramının da tələbləri var. 1 yaşı olmamış heyvanı kəsməzdir, qoymazdır. Bunun dini tərəfini deyim. Digər tərəfdən qədim mənbələrdə, məsələn, saray mətbəxindən qalmış kitablarda aşpazlarımızın, bizdə onlarca əlimizdə kitab var, heç birində quzu kəsilməyi söhbəti yoxdur. Kəsilən qoyunlardır, erkəklərdir və toğlular. Yəni artıq 1 yaşı olandan sonra ona toğlu deyirik. Onlar kəsilir. Siz baxsanız, qədimdən bəri ən yaxşı yemək deməli qazanda bişmiş yeməklərdir. Öz həlimə ekstraktiv maddələrin keçməsi lazımdır. Quzu ətində o qədər böyük ekstraktiv maddələr olmur. Quzu özünü tutmalıdır, həm də iqtisadi cəhətdən də quzuları kəsmək zərərlidir, həm də ət istədiyimiz effekti vermir. Həm tibbi nöqteyi nəzərdən, kulinariya nöqteyi nəzərdən, qida nöqteyi nəzərindən, həm dini nöqteyi nəzərdən, həm iqtisadi nöqteyi nəzərdən bu zərərlidir. Ona görə də mən hamını buna qoşulmağa çağırıram. Qoy bizim heyvanlarımız yetişsinlər, quzuyu kəsməyi və Allah da götürmür. Deyir, bana qurban kəsəndə 1 yaşından aşağı kəsməyin, icazə vermir. Ona görə yaxşı, özü də bütöv heyvan, gözəl heyvan, gərək buraxsınlar heyvan yetişsin. Mütəxəssis kimi quzulara, balaca heyvanlara toxunmağı məsləhət görmürəm. Son illərdə sağlam həyat tərzinə marağın artması və idmanla məşğul olan şəxslərin sayının çoxalması fonunda idmançı qidalarına və bioloji aktiv qida məhsullarına olan tələbat əhəmiyyətli dərəcədə artır. Sosial şəbəkələr və onlayn platformalarda bu məhsulların təbliği isə qeyd olunan sahəyə marağın daha da genişlənməsinə səbəb olur. Bununla belə bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumatlı olmadan onlardan istifadə edirlər. Halbuki bu cür məhsulların qəbulundan əvvəl onların tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda məhsulun istifadəsinin fərdi sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Bu kontekstdə idmançı qidaları və bağımların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları bu məhsulları əldə edərkən satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də bağımların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Bununla yanaşı məhsulun etiket məlumatlarına və istifadə təlimatlarına diqqət yetirilməsi zəruridir. Unutmayaq ki, düzgün seçim sağlamlıq üçün vacib şərtdir. Ölkədə bitki sağlamlığının təmin olunması və fitosanitar sabitliyin qorunması Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Milli Monitorinq Planı çərçivəsində Respublikanın müxtəlif bitki və bitkisilik təsərrüfatlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı bitkisilik məhsullarından, o cümlədən də çiyələyin keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmaqla müşahidələr aparılır və həmin məhsulların istehsaldan istehlak anına qədər bütün zəncir mərhələləri üzrə nəzarət tədbirləri həyata keçirilir. Buna uyğun olaraq aparılan monitorinqlər zamanı təsərrüfatlarda istifadə olunan preparatların saxlanması, tətbiqi ilə bağlı nəzarətlər də diqqətdə saxlanılır və bu preparatların keyfiyyət və təhlükəsizlik göstəriciləri də əsas nəzarətdə saxlanılan məqamlardan biridir. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan video material da agentlik tərəfindən diqqətə götürülmüşdür və eləcə də agentliyin müvafiq regional bölməsi tərəfindən həmin təsərrüfat aşkarlanaraq yoxlamalara başlanılmışdır. Yoxlamalar zamanı həmin təsərrüfatda istifadə olunan preparatlar
preparatlardan, eləcə də orada yetişdirilən bitkiçilik məhsullarına, yəni çiyələkdən nümunələr götürülməklə laboratoriya sınaqlarına cəlb olunmuşdur və eyni zamanda təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılmaqla bu preparatlardan düzgün və keyfiyyətli şəkildə istifadə olunması, təhlükəsizlik qaydalarının gözlənilməsi və normativ tələblərlə bağlı izahatlar bildirilmişdir. Həmin təsərrüfatdan götürülmüş bitkiçilik nümunələrindən, eləcə də kimya maddələrin nümunələri agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına yönləndirilmişdir. Aparılmış laboratoriya müayinələri nəticələri yekunlaşdıqdan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaqdır. Ölkənin bioloji təhlükəsizliyinin təmin olunmasında heyvan xəstəlikləri ilə mübarizə prioritet istiqamətlərdən biridir. Heyvanların yoluxucu xəstəlikləri yalnız heyvan sağlamlığı üçün deyil, eyni zamanda insan sağlamlığı üçün də risk yaratdığına görə bir sıra xəstəliklər xüsusi təhlükəli xəstəliklər kateqoriyasına aid edilib. Hazırda həmin xəstəliklər üzrə diaqnostika və profilaktika tədbirləri dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu xəstəliklərə dabaq, qarayara, quduzluq, nodulyar dermatit, bruselyoz, qoyunlarda çiçək xəstəliyi və digər infeksion xəstəliklər aiddir. Bu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir. Profilaktik peyvəndləmə tədbirləri xüsusi bioloji təhlükəsizlik tələbləri olan bir tədbirdir. Yəni peyvənd vasitələrinin saxlanma rejimi, daşınması, heyvanlara tətbiq olunması xüsusi nəzarətlə həyata keçirilməlidir və hər bir peyvənd vasitəsinin təlimatına əməl olunmalıdır. Nəzərə alsaq ki, ölkəmizdə heyvandarlıq mövcud olan heyvanlar daha çox xırda ailə təsərrüfatlarında yerləşir ki, bu da bu tədbirlərin aparılmasını müəyyən qədər çətinləşdirir. Ona görə tövsiyəmiz ondan ibarətdir ki, heyvan sahibləri tədbirlərin aparılması üçün baytarı mütəxəssislərinə kömək eləsinlər və qeyd edeyim ki, bu qanunvericiliyi ilə hər bir heyvan sahibinin öhdəliyi kimi müəyyənləşdirilmişdir. Eyni zamanda kəndlərdə yerli icra hakimiyyəti orqanları, bələdiyyələrin köməyi ilə heyvanların bir yerə toplanması, peyvəndləmənin aparılması üçün şərait yaradılması vacibdir. Belə olan halda qısa müddətdə peyvəndləmə tədbirləri başa çatar ki, ölkəmizdə mövcud olan bütün heyvanlar immun statusda formalaşar və beləliklə də xarici ölkələrdən ölkəmizə keçə bilən xəstəliklərin riski aşağı düşər. Heyvan xəstəlikləri ilə mübarizənin mühüm istiqamətlərindən biri də baytarlıq sanitariya tədbirləridir. Hazırda heyvan bazarlarının təşkil olunması və orada baytarlıq sanitariya tələblərinin təmin edilməsi istiqamətində ciddi nəzarət tədbirləri həyata keçirilir və yalnız müəyyən edilmiş tələblərə cavab verən bazarların fəaliyyətinə icazə verilir. Bazara gətirilən və bazara çıxarılan heyvanlar şübhəsiz ki, nəqliyyat vasitələrindən istifadə olunmaqla həyata keçirilir. Ona görə də vacib aspektlərdən biri də ondan ibarətdir ki, heyvanların daşınmasında istifadə olunan bütün nəqliyyat vasitələri xüsusi təlimatlara uyğun olaraq yuyulub, təmizlənib və dezinfeksiya olunmalıdır. Yəni, bazara heyvan gətirən və bazardan heyvan aparan hər bir nəqliyyat vasitəsi dezinfeksiya olunub, yuyulub, təmizləndikdən sonra onun heyvanların yüklənməsinə və daşınmasına icazə verilir. Qeyd edək ki, fermadan süfrəyə prinsipi üzrə qida təhlükəsizliyinin nəzarət zəncirində ilkin istehsal, emal və istehlak mərhələləri ilə yanaşı daşınma mərhələsi də mühüm əhəmiyyət daşıyır. Bu mərhələdə heyvan rifahı tələblərinə əməl olunması və biotəhlükəsizlik standartlarının təmin edilməsi vacib şərtlərdən biridir. Bal tərkibi müxtəlif vitaminlər, minerallar, amin turşularla zəngin olan çox dəyərli qida məhsuludur. Təbii bal arıların bitkilərin çiçəklərindən, şirələrindən əldə edərək, onları öz müxtəlif fermentlərlə zənginləşdirərək əldə olunan bir məhsuldur. Balın rəngi açıq sarıdan qəhvəyə qədər dəyişə bilər ki, bu da onun tərkibindəki pigmentlərdən asılıdır. Balın təbiiliyini, keyfiyyətini və təhlükəsizliyini yoxlamaq üçün laboratoriya şəraitində müxtəlif göstəricilərə baxılır. Bir sıra göstəricilər vardır ki, yalnız bunların kombinasiyasından bu göstəricilərin nəticələrinə görə biz balın tərkibi və onun keyfiyyəti barəsində fikir söyləyə bilərik. Bunlardan əsas göstəricilər balın diastaza ədədi, prolin miqdarı, hidroksimetilfurfurolun miqdarı, eyni zamanda onun təhlükəsizliyini göstərilən göstəricilər isə dedikdə isə balın tərkibində olan arılar üçün istifadə olunan müxtəlif baytarı preparatlarının qalıqları, ağır metallar, bisit və digər
çirkləndiricilərin qalıqları nəzərdə tutulur. Məsələn, pralin dedikdə biz balın tərkibində olan əsas komponentlərdən, əsas göstəricilərdən biridir. Pralinin miqdarı nə qədər yüksək olarsa, bu balın bir o qədər keyfiyyətli olduğunu göstərir. Eyni zamanda diastaz ədədi və hidroksimetil furfurol barəsində söyləyə bilərik ki, bu göstəricilər balın həm keyfiyyəti barəsində, eyni zamanda onun düzgün saxlanılıb-saxlanılmaması barəsində bizə məlumat verir. Əgər bal uzun müddət düzgün şəraitdə saxlanılmazsa və istiliyin təsirinə məruz qalarsa, bu zaman onun tərkibində olan şəkərlər parçalanır və şəkərlərin parçalanması nəticəsində də hidroksimetil furfurolun miqdarı artır. Bunu biz həm də balın saxtalaşdırılması zamanında müşahidə edə bilirik. Çünki bu zamanda bal yüksək temperatura məruz qalır və onun tərkibində olan şəkərlər parçalandığına görə hidroksimetil furfurolun miqdarı artır. Bəzən müxtəlif kustar üsullarla balın təbiiliyini yoxlamağa cəhd edirlər. Dediyim kimi, yalnız laboratoriya şəraitində müxtəlif üsullarla laborator analizlər aparılaraq onun keyfiyyəti və təbiiliyi barədə fikir söyləyə bilərik. Bitkiçilik sahəsi zərərli orqanizmlərə qarşı ən həssas istiqamətlərdən biri hesab olunur. Xüsusilə erkən yaz dövründə vegetasiyanın ilkin mərhələsində zərərvericilər qışlama dövründən çıxaraq aktivləşir və bitkilərə zərər verməyə başlayırlar. Bu səbəbdən fermerlər üçün vaxtında və düzgün mübarizə tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir. Fermerlər həm kimyəvi tədbirlərdən, həmçinin bioloji vasitələrdən istifadə etməlidirlər, həmçinin müxtəlif aqrotexniki vasitələrdən istifadə etməklə zərərli orqanizmlərə qarşı mübarizə aparmalıdırlar və ən əsası düzgün mübarizə vasitələri seçilməlidir. Hər bir vasitənin özünün spesifik xüsusiyyətləri var, həm kimyəvi mübarizənin, həmçinin bioloji mübarizənin və digər mexaniki, aqrotexniki tədbirlərin özünün vaxtı və spesifik xüsusiyyətləri var. Eyni zamanda tətbiq edilən vasitələrin normativlərə uyğun istifadəsi də vacibdir. Əks halda pestisidlərin normadan artıq tətbiqi məhsullarda pestisid qalığının yaranmasına səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün risk yaradır. Hazırda erkən yaz dövrü olduğundan xüsusilə bağ sahələrində tumurcuqlanma və çiçəkləmə mərhələsi başlayır. Bu mərhələdə düzgün aqrotexniki tədbirlərin görülməsi gələcək məhsuldarlığa birbaşa təsir göstərir. Digər mühüm məsələlərdən biri isə fumigasiya tədbirləridir. Bu tədbirlər zərərli orqanizmlərə qarşı ən effektiv mübarizə üsullarından biri hesab olunur. Fumigativ tədbirlər aparılması üçün doğru düzgün metodlar seçilməlidir. Həmçinin sonradan hər hansı bir problemin yaranmaması üçün həm doğru preparatlar, həmçinin doğru üsullar seçilməlidir ki, sonradan digər fəsadlar üzə çıxmasın. Fumigasiya tədbirləri zamanı həm taxta paletlərin dezinfeksiyası həyata keçirilir, fumigasiyası həyata keçirilir, həmçinin fumigasiya tədbirləri müxtəlif soyucu anbarların içərisində həyata keçirilə bilər. Mütəxəssislər vurğulayırlar ki, bütün bu tədbirlərin düzgün icrası həm daxili bazar, həm də ixrac üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Bəs bu zərərverici necə yayılır və aşkar olunduğu təqdirdə onunla necə mübarizə aparmaq lazımdır? Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri, yük daşımaları, nəqliyyat vasitələri, ağac materialları yüklənmiş konteynerlər, avadanlıqlar, təzə meyvə tərəvəz, kəsilmiş güllər, tinklər və digər vasitələrlə yayılır. Eyni zamanda zərərvericinin yetkin fərdləri təbii yolla, yəni uçmaqla 35-100 km-dək məsafə qət edə bilirlər. Payız və qış dövründə qışlama yerlərini maksimum azaltmaq məqsədi ilə zərərvericinin gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır. Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğularının ara kəsmələrinə diqqətlə baxılır. Aşkar olunduğu təqdirdə isə süpürgə, tozsaran və digər vasitələrlə toplanaraq zərərverici məhv edilir.
Bağacıq aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməlidir. Qeyd eləyək ki, bağacıqla mübarizə tədbirləri davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyinin Şəki Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyə mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı Şəkidə 5 və 8 nömrəli orta məktəbdə maarifləndirici görüşlər keçirilib. Görüş iştirakçılarına zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə geniş məlumat verilib. İlk növbədə sağlam həyat tərzinə və fiziki aktivliyə marağın qlobal miqyasda artması bu tendensiyanı təbii ki, sürətləndirir. İnsanlar artıq yalnız xəstəliklərin müalicəsinə deyil, onların qarşısının alınmasına və ümumi rifahın yaxşılaşdırılmasına daha çox diqqət yetirirlər. Eyni zamanda sosial media və rəqəmsal platformalar vasitəsilə fitness və qidalanma ilə bağlı məlumatların geniş yayılması həm doğru, həm də bəzən elmi əsaslandırılmamış məlumatların populyarlaşmasına səbəb olur. Digər mühüm faktor isə idman performansını artırmaq, bədən kompozisiyasını yaxşılaşdırmaq və bərpa prosesini sürətləndirmək istəyidir ki, lakin burada qeyd etmək vacibdir ki, bu məhsullar balanslı qidalanmanı əvəz etmir və yalnız düzgün seçildikdə və istifadə edildikdə faydalı ola bilər. İstehlakçılar tərəfindən ən çox edilən səhvlərdən biri bu məhsulları zərərsiz və ya hər kəs üçün uyğun hesab etməkdir. Digər geniş yayılmış səhv fərdi xüsusiyyətlərin nəzərə alınmamasıdır. Burada yaş, sağlamlıq vəziyyəti, mövcud xəstəliklər və qəbul edilən dərmanlarla qarşılıqlı təsirlər çox zaman nəzərə alınmır. Bundan əlavə, məhsulların etiket məlumatlarının oxunmaması, tərkibin və dozanın anlaşılmadan istifadəsi də əlavə risk yaradır. Xüsusilə sosial mediada yayılan tövsiyələrə əsaslanaraq həkim və ya mütəxəssis məsləhəti olmadan istifadəyə başlamaq sağlamlıq üçün arzu olunmaz nəticələrə səbəb ola bilər. İstehlakçılar ilk növbədə məhsulun rəsmi qeydiyyatdan keçib-keçmədiyini və təhlükəsizlik baxımından qiymətləndirildiyini yoxlamalıdırlar. Məhsulun etiketində istehsalçı, tərkib, istifadə qaydası, saxlanma şərtləri və son istifadə tarixi kimi məlumatlar aydın və tam şəkildə göstərilməlidir. Eyni zamanda məhsulun mənşəyi və satış kanalı da mühüm əhəmiyyət daşıyır. Qeyri-rəsmi və ya etibarsız mənbələrdən alınan məhsullar keyfiyyət və təhlükəsizlik baxımından riskli ola bilər. İstehlakçılar bilməlidir ki, təbii, bitki tərkibli və ya zərərsiz kimi ifadələr hər zaman təhlükəsizliyi təmin etmir. Ona görə də hər hansı bioloji aktiv əlavəni istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almaq ən doğru yanaşmadır. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan elmi araşdırmalar və risk qiymətləndirmələri bu məhsulların insan sağlamlığına təsirinin daha dərindən öyrənilməsinə imkan yaradır. Maarifləndirmə fəaliyyəti isə ən az nəzarət qədər vacibdir. İctimaiyyətə düzgün və elmi əsaslı məlumatların çatdırılması, yanlış informasiyaların qarşısının alınması və istehlakçıların şüurlu seçim etməsinə dəstək göstərilməsi risklərin azaldılmasına mühüm rol oynayır. Nəticə etibarilə dövlət nəzarəti və maarifləndirmə birlikdə istehlakçıların daha təhlükəsiz və məlumatlı qərarlar verməsini təmin edir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.